Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda pensiya alan vətəndaşlar üçün mühüm xəbərlərdən biri açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayı üzrə pensiya ödənişlərinin bir hissəsi artıq həyata keçirilib. Rəsmi məlumata əsasən Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə yaşayan pensiyaçıların iyun ayına aid pensiyaları bugün onların hesablarına köçürülüb. Bu o deməkdir ki, həmin ərazilərdə yaşayan vətəndaşlar bank kartları vasitəsilə öz pensiyalarını əldə edə bilərlər. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçılar üçün də müsbət xəbər var. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən Muxtar Respublika üzrə iyun ayının pensiya ödənişləri tam şəkildə yekunlaşdırılıb. Beləliklə, Naxçıvan üzrə bütün pensiya ödənişləri vaxtında həyata keçirilib. Qeyd edək ki, pensiya ödənişləri hər ay müəyyən edilmiş qrafikə uyğun şəkildə aparılır. Bu sistem ölkə üzrə yüz minlərlə pensiyaçının ödənişlərini vaxtında və rahat şəkildə əldə etməsinə imkan yaradır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən bu proses vətəndaşların sosial təminatının gücləndirilməsi istiqamətində mühüm addımlardan biri hesab olunur. Hazırda Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan pensiyaçıların ödənişləri tamamlanıb. Digər bölgələrdə yaşayan vətəndaşlar isə narahat olmamalıdırlar. Rəsmi açıqlamada bildirilib ki, Respublikanın digər şəhər və rayonları üzrə pensiya ödənişləri də cari ay ərzində müəyyən olunmuş qrafik əsasında həyata keçiriləcək. Eyni zamanda üzəşli şərtlərlə pensiya hüququ əldə etmiş şəxslərin də iyun ayı üzrə pensiyaları qrafikə uyğun olaraq ödəniləcək. Bu kateqoriyaya daxil olan vətəndaşlar da yaxın günlərdə öz hesablarında vəsaitlərini görə biləcəklər. Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, pensiya ödənişləri ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən izləsinlər. Sosial şəbəkələrdə yayılan qeyri-dəqiq məlumatlara etibar etmək əvəzinə aidiyyəti dövlət qurumlarının açıqlamalarına diqqət yetirmək daha məqsədə uyğundur. Pensiya ödənişləri minlərlə ailənin gündəlik həyatında mühüm rol oynayır. Xüsusilə yaşlı insanların sosial rifahının təmin olunmasında bu ödənişlərin vaxtında çatdırılması böyük əhəmiyyət daşıyır. Dövlət tərəfindən həyata keçirilən müntəzəm ödənişlər vətəndaşların maddi təminatının qorunmasına və sosial sabitliyin gücləndirilməsinə xidmət edir. Beləliklə, Bakı, Sumqayıt, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə iyun ayının pensiya ödənişləri artıq həyata keçirilib. Digər bölgələrdə yaşayan və güzəştli şərtlərlə pensiya alan şəxslərin ödənişləri isə ay ərzində mərhələli şəkildə davam etdiriləcək. Əgər siz də pensiya alan vətəndaşlardansınızsa, bank kartınızı və ya hesabınızı yoxlayaraq ödənişinizin hesabınıza köçürülüb-köçürülmədiyini öyrənə bilərsiniz. Yeni məlumatlar açıqlandıqca ictimaiyyətə əlavə məlumat veriləcək.